İşdən iş çıxarırıq. Nərmin Aşurzadə ilə idarəetmənin əsasları başlayır. Salam, hər vaxtınız xeyir olsun. Bugünkü həmsöhbətim 5-ci yüksəliş müsabiqəsinin qaliblərindən biri Elnur Məmmədlidir. Elnur, xoş gəlmisiniz. Necəsiz? Xoş gördük Nərmin xanım. Yaxşıyam, siz necəsiz? Təşəkkür edirəm. Biz Elnurla birlikdə bugün süni intellekt əsaslı rəqəmsal transformasiyadan danışacağıq. Elnur, bu ifadəni eşidəndə biz birinci nəyə gətirməliyik gözümüzün qabağına? Gəlin rəqəmsal transformasiya anlayışından başlayaq. Rəqəmsal transformasiya deyəndə ilk növbədə avtomatlaşdırma tipli nümunələr gəlir. Ona görə avtomatlaşdırma ilə rəqəmsal transformasiya arasındakı bir fərqi izah etməyə çalışım. Məsələn, siz stomatoloqa gedirsiniz və sizə xatırlatma bildirişi zəng edilib insan tərəfindən deyilə bilər ki, sizin sabah həkimdə qəbulunuz var. Və yaxud klinika xüsusi bir sistem tətbiq etmiş ola bilər ki, o sizə avtomatik şəkildə SMS-i göndərir və siz bilirsiniz ki, okey, sabah mənim 16:00-da stomatoloqa gedişim var. Bu sadə avtomatlaşdırmadır. Xərclərə qənaət eləyir, prosesləri səmərəliliyini artırır, amma bu rəqəmsal transformasiya deyil. Okey, bəs rəqəmsal transformasiya nədir? Rəqəmsal transformasiyanın hər kəsə, dinləyicilərimizin məncə hər birinin aydın olacaq nümunəsi Uber-dir. Yadımdadır məktəbdə oxuyanda biz taksiləri xüsusi taksi dayanacaqlarında axtarırdıq və yaxud bir dövr keçdi artıq dispetçerlərə, qaynar xətlərə zəng eləyirdik. Bugün isə xidmət modeli tamamilə dəyişib. Xidmət modeli tamamilə dəyişib. Biz xəritəni açırıq, xəritədə taksini seçirik. Keyfiyyətə nəzarət modeli birbaşa prosesin içərisinə tətbiq olunub. Yəni biz ulduzlar verməklə müəyyən mənada keyfiyyətin kontroluna dəstək vermiş oluruq. Birbaşa sistemlə əlaqə qururuq. Qiymət avtomatik formalaşdırılır, sürücü tərəfindən yox. Beləliklə bütün biznes model, bütün xidmət modeli başdan ayağa dəyişib. Bu mənada rəqəmsal transformasiya proseslərin yenidən qurulması ilə rəqəmsal müstəviyə keçməsidir. Bunu bütün sahələrə belə rahat, effektiv tətbiq etmək olar, yoxsa xüsusi xidmət sahələri var ki, orada uğurlu ola bilər, amma hardasa olmaz? Rəqəmsal transformasiya artıq bütün sahələrdə var. Hətta ağlımıza gəlməyəcək sahələrdə belə rəqəmsal alətlərdən istifadə olunur. Başqa məsələdir ki, onu hansı faizdə və necə istifadə edirik və bu mənada süni intellekt bu müzakirələrə yeni bir məna qatır. Çünki süni intellekt özü-özlüyündə həmin o transformasiyanın tamamilə modelini dəyişə biləcək bir mənaya çevrilir. Çünki artıq qərar vermə data əsasında ola bilər və biz modeli düzgün qursaq, bunun yaradacağı səmərəlilik, gətirəcəyi ROI, yəni investisiyamızın bizə qaytaracağı dəyər yetərincə artır. Ona görə də süni intellektin, rəqəmsal transformasiyanın bir mərkəzi aləti olaraq düzgün tətbiqindən bugün danışsaq, başa düşə bilərik ki, okey, rəqəmsal transformasiya bir gözəl model olaraq, biznes modeli olaraq, bir yanaşma olaraq artıq öz zəruriliyini sübut eləyib. Artıq bütün ölkələrin rəqəmsal transformasiya üzrə yol xəritələri var. Hansısa bir böyük şirkətlərdə gedəndə hər birinin strateji xəritələrinin vacib komponenti rəqəmsal transformasiya idi. Bugün isə artıq yeni narrativ, yeni element süni intellekt vacibdir. Elə məsəl üçün dünən Prezident İlham Əliyevin sədrliyi ilə yeni Azərbaycanın yeni rəqəmsal arxitekturası müşavirəsi keçirildi ki, bu kontekstdə də süni intellektin bütün mövcud strateji yol xəritələrindəki komponentlərinin və rəqəmsallaşmanın komponentlərinin vahid bir planla irəlilənməsinə koordinasiyalı yanaşma tətbiq olunur. Bu mənada süni intellektin rolundan danışsaq, İstəyirsiniz, gəlin süni intellektin ilk ağla gələn nümunələrindən başlayaq. Biz efirdən əvvəl də danışdıq ki, süni intellekt deyəndə bu dəqiqə hər kəs ChatGPT-ni düşünür. Ümumilikdə süni intellekti müxtəlif cür təsnifləndirmək olar. Onları məsəl üçün texniki alimlər onun texniki arxitekturasına uyğun modelləşdirirlər. Hansısa maliyyə sektoru hansı daha çox gəlir edir, onun əsasında təsnifləndirirlər. Mən isə praktikaya əsasən PMI-nin də istifadə etdiyi model əsasında bir təsnifləndirmə vermək istəyirəm ki, məncə bu dinləyicilər də daha aydın olar. 7 faydalı funksiya üzərindən təsnifləndirmək olar süni intellekti. Birincisi bizim hər birimizə doğma olan, artıq şəxsən mənə belədir, həyatımın hər bir aspektinə daxil olan ChatGPT. Biz burada artıq
ünsiyyət əsaslı kommunikasiyadan danışırıq. Kontent yaradır, söhbət eləyir, dəstək olur, bir assistent funksiyasını yerinə yetirir. Daha sonra recognition, yəni tanıma, üz tanıması, şəhərdə məsəl üçün siz gedəndə sizi və yaxud cinayətkarları tanımaq üçün hansısa bir yol xəritələrini formalaşdırmaq üçün həmin insanların tanıma mexanizmləri üzərindən qurulan patternlər var. Hiperfərdiləşmə modelləri. Məsəl üçün sizin qarşınıza çıxan reklamlar sizi yəqin ki təəccübləndirir ki, ilahi, mən heç belə axtarış etməmişdim deyəsən, amma bu haqqda düşünmüşdüm. Bax bu da süni intellekt əsaslı modellərin sizin hiperfərdiləşmiş lentinizə sosial şəbəkələrdə bir təsiridir. Mən bunu anlamıram. Bu necə baş verir? Doğrudan da çünki olur və mən məsələn şoka düşürəm ki, niyə belə oldu görəsən? Böyük ehtimal ki, siz burada bilirsiniz iki səbəbi olur. Səbəb nəticənin yerinin dəyişdirilməsi bir məsələsi də olur. Ola bilər ki, siz həqiqətən hansısa bir axtarışlar etmisiniz. Məsəl üçün Google-da və yaxud hansısa başqa bir platformada elə olsun bir ChatGPT-dən nəsə soruşmusunuz və həmin o tətbiqə əvvəllər icazə vermisiniz ki, sizin axtarışlarınızı reklam məqsədi ilə istifadə etsin. Bəzən heç şuurlu şəkildə olmasa da siz o razıyam düyməsini basmaqla şərtlərdə qeyd olunan tələblərə razılığınızı verirsiniz. Bəzən isə məncə burada psixoloq ekspertlər desələr daha yaxşı olar. Bizə elə gəlir ki, biz maraqlanmışıq. Yavaş-yavaş həmin o alqoritmlər bizə hansısa məlumatları öyrəşdirə bilər və bizə elə gələ bilər ki, mən deyəsən bunu görmüşdüm. Sadəcə olaraq dalbadal məlumatlar gəlir deyə siz o məlumatı dəfələrlə gördüyünüzü düşünürsünüz. Amma əsasən birinci məsələyə fokuslansaq, siz özünüz sistemlərə icazə verirsiniz ki, onlar sizin axtarışınızı, fəaliyyətinizi izləsinlər və onun əsasında sizə daha faydalı, sizin üçün fərdiləşmiş, məhz sizin hansısa bir addım atmağınıza təqdir eləyəcək bir modeli. Amma mən yenə də belə düşünürəm ki, elə bəzən qarşıma elə şeylər çıxır ki, onu sadəcə düşünmüşəm doğrudan, heç nə axtarmamışam. Belə ola bilərmi? Yaxşı deyək ki, indi bu dəfə mənə elə gəldi, yadımdan çıxıb axtarmışam. Ümumiyyətlə elə gələcəkdə elə ola bilərmi ki, biz sadəcə beynimiz oxusun? Fikirlərin modelləşdirilməsi və onların insan bədəninin genişləndirilməsi kimi tətbiqi də əslində süni intellektin modellərindən, patternlərindən biridir. Biz burada məsəl üçün avtonom sistemlər patternlərindən danışsaq süni intellektin sizin düşüncələriniz yox, amma məsəl üçün taksiyə oturursunuz və o artıq sizi özü aparır A nöqtəsindən B nöqtəsinə və bu avtonom süni intellekt modelinin istifadəsidir. Bu mənada sizin hansısa həyəcanınız, emosiyanız, əgər quraşdırılıbsa xüsusi alətlər, modelin sizə temperatura dəyişməsi, musiqi seçimi, hansısa bir söhbətin adaptasiyası istiqamətində təsir edə bilər. Bu mənada hansısa düşüncəni bir fəlsəfi kateqoriya olaraq yox, hansısa fizioloji reaksiyalar olaraq götürsək, həmin o fizioloji reaksiyaların rəqəmsallaşması və onun əsasında sistemin sizə adekvat reaksiya verməsi təbii ki mümkündür və hətta bugünün reallığıdır. İş dünyası ilə bağlı aktual söhbətlər, faydalı məsləhətlər, maraqlı qonaqlarla müzakirələr İctimai Radioda. Nərmin Aşurzadə ilə idarəetmənin əsasları başlayır. Bugünün maraqlı qonağı isə 5-ci yüksəliş müsabiqəsinin qalibi Elnur Məmmədlidir. Biz onunla birlikdə süni intellekt əsaslı rəqəmsal transformasiyadan danışırıq. Adı biraz belə qəribə və çətin gəlsə də bu sahədə olmayanlar üçün, məsələn mənə. Amma Elnur çox sadə dildə hamısını izah edir və 5-ci modeli bizə izah edəcəkdir ki, nədir? 5-ci modeli bizim potensial virtual əkizimizdən danışım. Nərmin xanımla Elnur bəy, yəni mən bir yerdə əslində bu dialoqun virtual əkizində yarada bilərdik. Məsəl üçün siz mənə hansısa ümumi sualları qabaqcadan versəydiniz, mən hansısa ümumi cavabları qabaqcadan əldə etmiş olsaydım, mən sizin səsinizin patternlərini, təbiətini maşına öyrədib və öz səsimi öyrədib, bunun əsasında bir canlı podkast və yaxud veriliş, radio verilişi artıq YouTube-da yükləyə bilərdim və bunu öyrədə bilərdim. İndi siz dünən bunu məşq eləyib gəlmisiniz. Artıq Nərmin nə soruşacaq, nə edəcək? Bunu yox, amma məsəl üçün hansısa bir mövzunu öyrənəndə bu çox faydalıdır. Bu mənada təhsil istiqamətində bu çox faydalıdır. Məsələn, siz hansısa kontenti öyrənmək istəyirsiniz.
sizə maraqlıdır ki, süni intellekti mən həyatımda necə istifadə edə bilərəm və çox ciddi, ağır bir elmi məqalə var. Siz onu göndərirsiniz ChatGPT-yə və o sizə 2 nəfərin dialoqu əsasında onu izah edir. Bu isə doğrudan da çox maraqlıdır. Biri var, siz monoloq oxuyursunuz və yaxud belə nəsr kimi bir mətn oxuyursunuz. Bir də var, 2 insan mübahisə eləyir. Orada olan xüsusi məqamlar əsasında dəqiqləşdirici suallar verir və 2 insanın dialoqunda yaranan mənalar yalnız mətni oxuyanda yaranan mənalardan daha genişdir və daha dərindir. ChatGPT ilə etmək olur. Bunu süni intellektin pattern tanıma funksiyasına, növünə aid olan modelləri istifadə edən alətlər vasitəsilə eləmək olur. Hal-hazırda ChatGPT bu funksiyanı istifadə etmir, amma başqa süni intellekt modelləri var ki, Google-da podkast düzəltmək axtarış eləsəz, asanlıqla bunu istifadə edə bilərsiniz. Mən hətta bəzi tarixi şəxsləri, məsələn belə formada podkast eləyirkən sanki ona sual verir və həmin tarixi şəxsiyyətlər başlayır. Bu yəqin ki, o söhbət ondan gedir əslində, yoxsa? Bəli, bunların hər birinin təməlində eyni alqoritmlər, eyni yanaşmalar olur. Aha, aydındır. Bu 5-ci idi. Bu 5-cidir. Növbəti şahmat nümunəsindən götürsək, məqsədyönlü sistemlər. Yəni siz sistemə, modelə bir məqsəd verirsiniz, onu həddindən artıq böyük məlumatlarla öyrətmisiniz, məşq edib və artıq o hədəfə çatmaq üçün sistem özü ən yaxşı olan üsulu tapır və ən yaxşı yolu, ən yaxşı strategiyanı şahmatda yüzlərlə addımı qabağadan proqnozlaşdıraraq addımlar atır. Bu o hədəf yönümlü və yaxud məqsəd yönümlü pattern nümunəsidir və yaxud marşrutların sizə avtomobil sürəndə verilməsi. Və burada da hədəf var, həmin hədəfə gedən ən optimal yolun tapılması alqoritmlər əsasında. Və nəhayət məncə qərar qəbul etmə, bu bizim strategiyalarımızda da ən önəmli yol olur. Data əsaslı qəbul etmə hazırda populyar narrativlərdən biridir, çünki həqiqətən də biznes dəyəri daha böyükdür. Bu istiqamətdə biz böyük datalar əsasında analitik hesabatlar yarada və bunu quru bir hesabat şəklində yox, insanın aylarla edə biləcəyi bir şeyi bir neçə dəqiqə ərzində eləyə bilərik. Bunun maraqlı nümunələrinin biri Yaponiyada olub. Biri ora tektonik ərazidir. Onlar qaz paylama sistemlərində bu alqoritmlərdən istifadə edərək hər hansısa bir zəlzələnin və yaxud təbii fəlakətin qabaqcadan olma ehtimalını proqnozlaşdıran və bunun əsasında qaz gedişinin təzyiqini regulasiya edən və eyni zamanda lazımdırsa söndürən bir model qruplar, ağıllı qaz paylama sistemi və bu şəbəkə bəlkə də yüzlərlə, minlərlə, milyonlarla insanların həyatını xilas etmə imkanına malikdir. Bu mənada proqnoz verən pattern adlandırıram bunu və bu patternlərin həqiqətən də sürətli şəkildə və ciddi faydası olan nəticələr yaratmaq imkanı var. İndi xeyli fərqli istiqamətləri izah edirsiniz də. Bəs sizin müşahidələrinizə görə bizdə bizneslər, şirkətlər ən çox nədən istifadə edirlər? Məsələn, süni intellektdən harda, necə? Əsasən mənim müşahidələrim onu göstərir ki, sosial media kontentinin yaradılması istiqamətində bu hal-hazırda istifadə olunur ofislərdə, e-mailin yazılması, mətnlərin hazırlanması, kontentin, hesabatların hazırlanması rəhbərliyə, bunların hər birində süni intellekt istifadə olunur və elə bu ay OpenAI-ın bir hesabatı oldu ki, artıq mütəxəssislər hətta qurumlarda süni intellekt paketi alınmayıbsa belə datalarını süni intellektlə istifadə edirlər. Bu mənada çağırışım həm də struktur rəhbərliklərindədir ki, süni intellektdən qaçmaq yox, onu qəbul edib idarəçilik modelini istifadə etmək lazımdır. Çünki siz istəsəz də, istəməsəz də artıq süni intellekt bəzən sizin masanızda olan arayışın strukturuna təsir eləyib və oradakı dataya təsir eləyib. Ona görə də bunu qəbul edib governance modelləri, yəni idarəetmə modellərini qəbul etmək lazımdır ki, riskləri ağıllı şəkildə idarə etmək mümkün olsun. Amma sizə gəlin ən maraqlı bir özümün təcrübəmdən bir məsələni də danışım. Məsələ burasındadır ki, artıq süni intellekt hansısa top şirkətlərin ən bahalı və ən savadlı, ən təcrübəli əməkdaşları özünə işə qəbul edə biləcək şirkətlərin lüksu deyil. $50 siz artıq özünüzə SaaS deyirlər, pul müqabilində infrastruktur xidmətlərini alırsınız və sizə artıq lazım deyil
IT infrastrukturunu özünüzdə qurmaq, onlara böyük xərclər çəkmək, sadəcə olaraq aylıq əsasda abunəçilik modeli əsasında hansısa bir xidməti alırsınız və ondan istifadə edirsiniz. Məsələn, təsəvvür eləyin, siz böyük bir konsert təşkil edirsiniz. Bu böyük bir tədbirdir və dünyanın müxtəlif nöqtələrindən sizə qonaqlar gələcək və bu o deməkdir ki, fərqli dillərdə danışacaqlar. Və sizin saytınızda tutaq ki, qaydalar var. Biletlər necə alınmalıdır, onların qaytarılma şərtləri nədir, neçə yaşdan yuxarı bilet, hansı qaydalarla satıla bilər, girişdə hansı şərtlər olacaq və insanlar adətən saytı diqqətlə oxumurlar və bir neçə bu suallara fərqli dillərdə keyfiyyətli cavab verəcək insanları işə qəbul etmək və onlara əlavə ödəniş etməkdənsə siz cəmi $50 RAG əsaslı süni intellekt modelini tətbiq etsəz, o artıq sizin deməli qaydalarınız, prosedurlarınız əsasında insanın başa düşəcəyi dildə dəqiq məlumatlar verir və burada çox vacib məqam var. Bilmirəm siz bildiniz ya yox, bizim Azərbaycan dilli seqmentdə viral olan bir skrin var idi. Banklardan biri də bu chatbot modelini istifadə edib. Amma ona deyirsən ki, məsəl üçün mənə kebab resepti yaz və o sizə bu suala cavab verir. Yəni siz hər hansısa bir bankın chatbotuna bu məlumatı verirsiniz və o sizə bu məlumatı verir. Bu deməkdir ki, tətbiqdə səhv var. Yəni ona görə də xüsusi texnologiyalar var. Terminlərdən istifadə etmək istəmirəm, amma məsəl üçün RAG əsaslı alqoritmlərdən istifadə edərək məhz mənim qayda və prosedurlarıma uyğun, şirkətdə istifadə olunmuş qayda və prosedurlara uyğun məlumatlara əsasən cavab verir. Çünki fonda orada böyük dil modelləri istifadə olunur. LLM-lər, Large Language Models, böyük dil modelləri. Və onlar ChatGPT-yə siz hər sualı verə bilirsiniz, düzdür? Və əgər siz fonda həmin o böyük dil modellərindən istifadə eləmisinizsə və orada o filtr funksiyasını oynayacaq texnologiyanı qurmamısınızsa, bu sadəcə olaraq böyük bir xərcdir. Bilirsiniz niyə? Çünki həmin o populyar hadisədən sonra insanlar sadəcə olaraq pulsuz şəkildə həmin o bankın chatından istifadə etməyə başladılar və bəziləri kod deyirdi yazsın, bəziləri hansısa bir resepti istəyirdilər. Düşünürəm ki, bu əslində bu transformasiyanın gözəlliyi də ondadır ki, learn as you go, yəni edə-edə öyrən. Bəli, və bu səhvi kimsə etməli idi ki, birinci. Yəni bu artıq transformasiya baş verirsə, yəni səhvlər aydındır ki, çox olacaq. Bəzən şirkətlərin reputasiyalarında müəyyən ziyanlar gələ bilər və yəqin kimsə etməli idi ki, artıq digərlərinə də aydın olsun. Bəli, və bu da müəyyən bir zərurətin altından xətt çəkir. Təkrar eləyim. Süni intellektin idarəçiliyi modelləşdirilməli, tətbiq edilməli, qərar vermə mexanizmləri sənədləşməli, məsuliyyətin kimin üzərində olması və yaxud insan məsuliyyət zənciri necədir? Yəni sistem səhv edəcəksə, bu səhvin məsuliyyəti kimdə necə paylanır? Hansı komanda buna cavabdehdir? Bütün bunlar modelləşdirməlidir və yazılmalıdır ki, insanlar artıq məsuliyyətli və etibar edə biləcəyi süni intellekt modellərindən istifadə edə bilsinlər. Süni intellekt, transformasiya, rəqəmsal filan dedikcə mənim ağlıma gəlir ki, artıq bu sənədləşmə, prosedurlar, qaydalar bu o deməkdir ki, getdikcə azalmalıdır. Amma belə başa düşürəm ki, yox. Gəlin belə deyək, data artacaq, amma onların kağız daşıyıcılarda saxlanılması getdikcə azalacaq. Elə götürək elə dövlət sektorunda dünənki müşavirədə də deyilmiş məlumat əsasən artıq dövlət qurumlarında qurumlar arası sənəd mübadiləsi 100% rəqəmsallaşıb. Bu deməkdir ki, artıq qurumlar arası məlumatların ötürülməsi bəli, Word sənədində hazırlanmış bir sənəd üzərində gedir, amma artıq kağız daşıyıcıda deyil. Bu da ona gətirib çıxarır ki, artıq məlumatlar rəqəmsal formadadır, analoq formada deyil. Və o məlumatı, yəni rəqəmsal formada yazılmış məlumatları sistemlər öyrənə bilir. Və buna görə də onların əsasında yeni sənədləri yarada bilər. Buna görə də sənədlər və data azalmayacaq, onlar eksponensial şəkildə artacaq. Sadəcə olaraq onların formalaşmasındakı insanın rolu dəyişəcək. Və insanın rolu nədir? Bu əslində hələ də açıq sualdır. Hələ ki deyirlər ki, sadəcə olaraq insan tənqidi baxışından baxmalıdır. Amma tənqidi baxışı formalaşdıran da nədir? Təcrübə. Sən əllərinlə bunu nə vaxt etmiş olmalısan ki, süni intellektin etdiyinə bir nəzər yetirib ona tənqidi yanaşa biləsən. Bu mənada bu ümumiyyətlə bəşəriyyət qarşısında duran bir çağırışdır ki, növbəti nəsil insanlar süni intellektlə kommunikasiyadakı rolunu harda görür və biz bundan necə istifadə edəcəyik? Deyirsiniz ki, tənqidi düşüncə, qərar vermə və s. amma bayaq həm də qeyd elədiniz ki, artıq bunun üçün də düzgün alətlər var ki, süni intellekt özü edə bilir o qərar verməni. Yəni orada belə əslində
Tamamilə Rolu azdır. doğrudur ki, hal-hazırda süni intellekt qərar verə bilir. Buna agentic-yə, yəni agent süni intellektləri deyirlər. Onlar artıq, baxın, ChatGPT-yə siz indi heç nə yazmasanız, o heç nə eləməyəcək, düzdür? Siz ona sorğunu göndərirsiniz, o sizə cavab yazır. Amma siz agent süni intellektlərindən istifadə etsəz, o artıq sizin yerinizə müəyyən qərarları verib, lazımdırsa siz ona deyə bilərsiniz ki, müəyyən saatda sizin yerinizə filan kəsə bu tərkibdə onun yazdığı e-mail əsasında müəyyən bir cavab yazsın. Və yaxud hər hansısa bir tədbirlə bağlı kiməsə bildirişi siz ona xatırlatmadan da özü avtomatik göndərsin. Yəni məişət səviyyəsində istifadə nümunələri bunlardır. Bu mənada bəli, onlar bunu artıq sizin yerinizə edəcəklər. Mənada assistent funksiyasını yerinə yetirəcəklər. Burada vacib olan sadəcə olaraq anlamaqdır ki, onlar data əsaslı qərar verirlər. Ona görə də orada o hansı tapşırıqlar, hansı qaydalar əsasında qərar verir, onu nəzarətdə saxlamaq lazımdır. Süni intellektin tətbiqi zamanı şirkət bunu edir ki, fərqi yoxdur hansı səviyyədə tətbiq edir də. Ən çox rastlaşdığı texniki və strateji çətinliklər nədə olur? Bəlkə kadr çatışmazlığında, yəni müxtəlif nə ola bilər? Maraqlısı budur ki, kadr çatışmazlığı burada ən populyar problemlər sırasında deyil. İlk problemin düzgün qoyulmamasıdır. Bəzən təsəvvür edin, bu yaxınlarda bir tanış data scientistlə danışırdım, beynəlxalq təcrübəyə malik. Mənə deyir ki, data scientist olaraq qarşımızda olan bir tapşırıq satışların artırılması idi və biz LLM modellərimizi, süni intellekt modellərimizi elə formalaşdırmalıydıq ki, sahibkar satışların artmasını görsün. Amma əsl problem satışın artırılması deyildi. Mənfəətin artırılması idi. Yəni onların əsas funksiyası elə qiymət strategiyası hazırlanmaq idi ki, satışlar artsın. Ona görə də süni intellekt satışları artıracaq qiymətlər təklif etməyə başlayıb, amma satışların artması deyil əsas məsələ. Yəni orada da problem onda insandadır da əslində. Orada daxili kommunikasiyadadır və ona görə də birinci problemi bu cür modelləşdirə bilərik. Biznes hədəflərindən texniki komanda arasında kommunikasiya düzgün qurulmalıdır ki, texniki heyət hansı problemi həll etdiyini çox yaxşı anlasın. Yəni artıq mən tapşırığı verirəm, texniki tapşırıq, funksiyanal spesifikasiya sənədləri hazırdır və texniki komanda bunu həll edər deyə yanaşma işləmir. Data scientistlər də mütəxəssislərlə bir yerdə işləməlidir və burada ikinci çağırış yaranır. Yəni tutaq ki, data scientist deyəndə yəni data ekspertləri ifadəsindən istifadə eləyək. Data ekspertlər həmin o modelləri quranda hansısa bir sahənin əməkdaşının işini avtomatlaşdırmış olur axı. Və onlarda müəyyən bir qorxu yaranır və bununla bağlı araşdırmalar da var. Və onlar burada sakit sabotaj edərək qorxurlar ki, əgər mənim işim avtomatlaşmış olsa, mən bu işimi itirəcəm və bu da onu gətirib çıxara bilər ki, onlar ya məlumatı tam ötürməyə bilərlər, ya layihəni yubada bilərlər və bu da o riski gətirir ki, biznes sahəsinin məntiqi texniki implementasiyadan kənarda qalır və buna görə səhvlər yaranır. Həmin insanı indi anlamaq olar da, düzdür? Qorxusunu anlamaq olar. Yəni haqlıdır, haqsızdır, yox, amma anlamaq olar. Qorxunu birbaşa şəkildə anlamaq olar, təbii ki. Bu qorxunu necə aradan götürmək lazımdır? Qorxunu aradan götürmək üçün məlumatlandırma ssenarilərindən istifadə olunar. Bu mənada mən texno-optimistlərdənəm və dayanıqlı inkişaf strategiyasını. Çünki bəzi insanlar uduzacaq və bu həqiqəti anlamaq lazımdır. Hansı məsələn? Bunun üçün gəlin tarixə baxaq. Sənaye inqilabı, bir vaxtlar ən çox pul qazananlar at üzərində həyatını quran, o biznes üzərində həyatını quranlar idi. Avtomobillər gələndən sonra onların tamamilə biznesi dağıldı və onların bütün modelləri sadəcə olaraq biznes modelləri yox oldu. Amma sürücülər yarandı. Həmin zavodlarda onların övladları artıq avtomobilin qurulmasında istifadə etdilər və daha çox pul qazanmağa başladılar. Buna görə də burada ən düzgün strategiya qorxunu qəbul edib, amma bunu bir yanacaq kimi istifadə etməkdir ki, mən bu proqresin arxasında yox, əvvəlində olmalıyam və bu proqresin hərəkət verici qüvvələrindən birinə belə çevrilməliyəm. Bu mənada düşünürəm ki, qaçılmazı qəbul etmək və hətta onu əsas həyat strategiyanıza, karyera strategiyanıza çevirmək lazımdır. Siz ikinci problemlə də danışaq. İkinci problem ondan ibarətdir ki, data.
Burada vacib məqamlardan biri budur ki, siz məsəl üçün övladınıza danışmağı öyrədəndə o müəyyən əşyalara baxır, daha sonra sözləri ona uyğun öyrənir və buna oxşar bir modeldə, bir mənalı belə olmasa da, əslində biz süni intellekt modellərinin öyrənilməsində görürük və o öyrənmə üçün isə insan beyninin qəbul etdiyi formatdakı data və məlumatlar yox, məhz rəqəmsal formatda olan məlumatlar, analoq məlumatlar rəqəmsallaşır və modelləşdirilir. Bu halda vacib olan həmin o təmiz, strukturlaşdırılmış, keyfiyyətli datanın olmasıdır. Çünki əgər sizdə keyfiyyətli data yoxdursa, keçmişlə bağlı, gələcəklə bağlı proqnoz verə bilməyəcəksiniz. Buna görə də ən vacib ikinci problemlərdən biri süni intellektin tətbiqində keyfiyyətli data problemidir və o datanın idarə olunması strategiyasının və siyasətinin olmamasıdır. Amma bu razısınız ki, keyfiyyətli data biraz abstrakt səslənir. Məsələn, daha dəqiq nə çirkli datadır, nə keyfiyyətlidir. Necə təyin etmək olar? Gəlin belə eləyək. Məsəl üçün siz əgər doğum tarixi üzrə fərqli dövlət qurumları, fərqli formatda məlumatları toplayıbsa, məsəl üçün kimsə mənim doğum tarixim 16.04.1993-dür, belə yaza bilər. Bəziləri 16 aprel 1993 yaza bilər. Bəziləri 16A 1993 yaza bilər və yaxud 93 ilə bitirə bilər. Bütün bu datalar bizə, insana aydın olsa da, maşın bunları fərqli-fərqli data olaraq görür. Buna görə də biz buna çirkli data deyirik və onların normallaşması, standartlaşması konkret xanaya, məsəl üçün doğum tarixi xanasına vahid standartlara uyğun data strukturunun modelinin qəbul olunmasını bir standart olaraq qəbul etsə, artıq bütün dövlət qurumları, bütün özəl sektor qurumları məlumatları eyni strukturda yığacaq. İndi doğru olan hansı idi? Doğru olan formada? insanların qərar verdiyidir və hal-hazırdakı Azərbaycan standartı isə gün, ay, il standartıdır. Amma bu standartların qəbul olunması rəqəmsal inkişaf konsepsiyasında artıq yazılıb və bu artıq standartlar rəsmi şəkildə elan olunsa və ki, onun üzərində iş gedir rəqəmsal inkişaf konsepsiyasının müvafiq tədbirlər planına uyğun olaraq, yalnız bu sadə nümunə üzərində yox, daha böyük məlumat bazası üzərində və bu standartlara uyğun artıq hər kəs eyni dildə danışmağa və eyni dildə yazmağa, eyni dildə məlumatları toplamağa razılaşsa, bütün o dil modellərinin, süni intellektin arxasında duran arxitekturanın öyrənilməsinə töhfə vermiş olacaq və sürətləndirilmiş olacaq. Bu əsas darboğazdır və bunun üzərində sevindirici haldır ki, hal-hazırda ən böyük müstəvidə işlər gedir. Okay. Bir şirkət rəqəmsal transformasiya üçün əgər süni intellektə investisiya etmək istəyirsə, nədən başlamalıdır, nələri bilməlidir? İlk növbədə şirkət bunu niyə etdiyini anlamalıdır. Çünki vacib mesajlardan biri budur ki, süni intellekt xətrinə süni intellekti tətbiq etmək lazım deyil. Birinci bu. Yəni mən süni intellektsiz də bunu həll edə bilərəmmi sualına cavab verin. Əgər cavabınız yoxdursa, onda süni intellekti tətbiq edin. İkinci, əlinizdə modelləri öyrətmək üçün, tədris etmək üçün data varmı? Çünki siz həmin o viral olan bankın nümunəsinə çevrilmək istəmirsiniz böyük ehtimal. Eyni zamanda texniki heyət dəstəyi olmalıdır ki, minimal şəkildə də olsa, əgər siz bulut texnologiyalarından istifadə edirsinizsə, artıq bütün infrastruktur hazırdır. Sadəcə olaraq onlardan istifadə etmək üçün minimal texniki biliyi olan komandaya da ehtiyac ola bilər. Bəzi hallarda ciddi təcrübəsi olan insanlara ehtiyac var. Və bu mənada yeni texnologiyaları öyrənməyi tövsiyə edirəm, çünki artıq giriş həddi istifadəçilər üçün, böyük alimlər və arxitektorlar üçün yox, istifadəçilər üçün artıq çox aşağıdır və hər biriniz bu texnologiyaları asanlıqla öyrənə bilərsiniz. Və bu, yəni biznesin həcmindən fərqli olmayaraq eyni tövsiyələrdə kiçik biznes, orta və s. daha böyük şirkətlər. Yox, qətiyyən, çünki kiçik biznes artıq qoyacağı investisiyanın miqdarı hansısa xidmətləri almağa yetəcəksə, böyük bizneslər bəzən modelləri özləri modelləşdirirlər. Yəni artıq hazır modellərdən yox, hansısa qanun və normativ hüquqi bazanın tələblərinə uyğun olaraq və yaxud məlumatların təhlükəsizliyini qorumaq üçün onlar öz məlumatlarını istifadə edirlər ki, heç kəs də onların məlumatlarına çıxış olmasın, təhlükəsizlik tələbindən dolayı. Ona görə də bu modellər arasında fərq çox ciddidir. Amma hər segmentdə McKinsey-nin araşdırması bunu göstərir ki, artım var və çox ciddi artımdır. Bu, mən öz çıxışım zamanı bəzi məqalələrə və araşdırmalar istinad edirəm. Mənbələri görmək üçün LinkedIn profilimə girib, həmin məqalələrə baxıb araşdırma. Əmin ola bilərsiniz. Bəli.
Gələcəklə bağlı proqnozlar da çox maraqlıdır. Yəni sizin fikirləriniz daha çox maraqlıdır ki, məsələn, sizin fikrinizcə süni intellekt əsaslı rəqəmsal transformasiya daha çox hansı sahələrə təsir edəcək? Gələcək 5 ildə nəyi dəyişəcək? Mən düşünürəm ki, əsas dəyişilən sahələr təhsil sahəsi. Çünki artıq müəllimin roluna yenidən baxılacaq məncə. Çünki süni intellekt fərdiləşmiş öyrətmə strategiyalarını sizə təqdim eləyir çox ucuz qiymətə. Repetitorlara məsəl üçün ehtiyac qalacaqmı əgər süni intellekt bunu bezmədən çox böyük səbirlə sənə dəfələrlə təkrar eləyirsə. Ona görə də təbii ki, hər şey təhsildən başlayır və təhsilə çox ciddi təsir olacaq. Maliyyə sektoruna ciddi təsir olacaq. Xüsusilə də fırıldaqçılığın həm genişlənməsi, həm də qarşısının alınması. Bu yaxınlarda belə bir fraqmentə baxdım. Deməli, fırıldaqçılar, dələduzlar, bilirsiniz, artıq səsləri də imitasiya eləyə bilirlər. Sizə bir qrupa əlavə eləyirlər və rəhbərinizin adından sizə bir mesaj göndərirlər ki, bu tapşırığı mütləq həll etmək lazımdır. Və həmin insan yetərincə kibergigiyenasına fikir verən insan olduğu üçün ona deyib ki, zəhmət olmasa mənə tort reseptini yaz. Və onun psevdo rəhbəri ona tort reseptini yazıb, o da onu skrin eləyib paylaşmışdı. Ona görə də bu Rusiyada olub bu hadisə. Bizdəki dələduzlar hələ o qədər kreativ deyil. Ona görə də bu nümunə əslində başqalarının səhvlərində öyrənmək də yaxşıdır. Yəni o mənada ki, biz baxmalıyıq ki, başqaları həmin hala düşəndə hansı strategiyalardan istifadə edirlər və düşünürəm ki, indi səsləndirdiyimiz strategiyalarımızı dinləyicilərimiz də istifadə edə bilər. Mütləq yəqin ki, edəcəklər, amma Elnur, bu hər şey bizneslərin dəyişdiyi bir dövrdə, artıq hər şeyin rəqəmsallaşdığı bir dövrdə istehlakçı da yəqin ki, o səhvlərə düşməmək üçün müəyyən qədər maarifləndirməlidir özünü. Nələri bilsin? Bu fərqli situasiyalarla, кейslərlə rastlaşmaqdan başqa necə özünü maarifləndirə bilər? Əgər biz təhdidlərdən özünü qorumaqdan danışırıqsa, birincisi öz yaşlı nəsil, ətrafımızda olan yaşlı nəsillə danışın. Mən öz atamla, anamla məsəl üçün mütəmadi olaraq danışıram ki, mənim səsimlə, mənim adımdan, WhatsApp-dan, sizdən bu və ya digər həssas məlumat, pul və yaxud nə isə istəniləcəksə zəng edin mənim öz nömrəmə və mənlə danışın. Biz artıq ailədə belə bir qayda qoymuşuq. Bütün doğmalarımla, dostlarımla, bütün ən yaxın ətrafımla ki, biz bunun üzərində işləyəcəyik və eyni zamanda maarifləndirmə sosial şəbəkələrdə çox yüksək səviyyədə gedir deyə bu artıq adi bir hala çevrilib. Ona görə də doğmalarımızdan və öz dar ətrafımızdan başlasaq hərəmiz bu maariflənmə başlayacaq. O ki qaldı imkanların istifadəsinə. Mən düşünürəm ki, qorxmamaq lazımdır. Başlamaq lazımdır süni intellektdən istifadə etməyi və bunu məsuliyyətli etmək üçün mütləq şəkildə elə süni intellektdən mən səndən necə məsuliyyətli istifadə edə bilərəm sualını verin. O sizə bunu deyəcək. Əla. Təşəkkürlər gəldiyinizə görə. Çox xoş oldu həqiqətən bu gün sizinlə həm söhbət olmaq. Biz 5-ci yüksəliş müsabiqəsinin qaliblərindən biri olan Elnur Məmmədli ilə süni intellekt əsaslı rəqəmsal transformasiya haqqında danışırdıq.